Bugünkü uşaq 4 yaşında, təxminən 1 ildir. Bu 4-cü barmağın üst qismında belə bir şişkinliyi var. Şişkinlik təxminən 1 ildir var, elə bu ölçülərdə də qalıbdır. Biraz burada diaqnostikada çətinliyimiz var. Bütün müayinədən keçibdir. Rengen, KT, MRT, kontrastlı, yəni dərman vurularaq da MRT çəkilib. Tam diaqnoz 1-2-3 dənə xəstəlik arasında qalmışıq. KT müayinəsində görürsünüz və bu da bunun MRT müayinəsi. Gördüyünüz kimi barmaq nə qədər şişibdir, o birisi barmaqla qarşılaşdığınızda 2 dəfə, 3 dəfə şişkinlik var. Şükürlər olsun, ən çox düşündüyümüz, əldə də çox rastlanan, sadəcə bu 4 yaşlı uşaqlarda biraz çox rastlaşmır bu yaş kateqoriyasında. Bir də MRT KT xüsusiyyətləri çox deyil, amma gördüyünüz kimi xoş xəstəli bir törəmə, enxandromaya daha çox bənzəyir. Son cavab histologiyadan sonra çıxacaqdır. İndi hal-hazırda təmizlədik, biraz sonra müxtəlif məhlullar da işləyib, boşluğu elektrokoagulyasiya edib və əməliyyatı sumu ilə doldurduqdan sonra bitirəcəyik. Bu normal barmağın içindən bu qədər bir patoloji toxuma çıxdı. Bu barmağın böyüməyin səbəbi də buydu. Toxuma içində əmələ gəlir, çoxalır və barmağı belə deformasiya uğradır.